Bilirsiniz ki, statistikaya görə açıqlama verildi ki, ölkə ərazisində dünyaya gələn uşaqların sayı vəfat edənlərin sayından qat-qat aşağı səviyyədədir. Sizcə nəyə görə yeni ailə quran cütlüklər övlad dünyaya gətirməkdə tərəddüd eləyirlər? Həm məncə məsuliyyət daha indiki dövrdə, yəni biraz uşaq dünyaya gətirmək daha məsuliyyətlidir. Çünki əhatə necə deyim, əvvəlki kimi deyil, yəni mühit və qorxurlar ki, uşaqların problem ola bilər ya nə bilim, məsələn biz gənc ailəyik, məsələn istəyərik uşağımız olsun. Bir də indi problemlər daha çox artıb. Bəs maddi problemlər sizcə var bunların içində? Məncə var, hə, çox var. Çünki get-gedə hər şey qalxır deyə heç kim istəmir nəsə eləsin, yəni uşaq üçün. Amma nə bilim, yəni hər ailəyə aid deyil məncə bu. Bəziləri də fikirləşir ki, nə bilim biz karyera quracağıq, nə bilim elə şeylər, amma məncə düzgün deyil, yəni düzgün fikir deyil. Çünki hər insanın bir övladı olmalıdır. Mənim tanıdığım nə qədər gənclər var, nə qədər evləniblər, ailə qurublar, hamısında evlatları da var, özü də gözəl də, xoşbəxt də yaşayırlar. İndi mənim qarşıma çıxmayıb ki, hansısa bir gənc ailə qurmasın. Tanıdıqlarım ailəlidir, gözəl də yaşayırlar, gözəl də necə deyirlər, xoşbəxtdirlər. Qıraqlar ola bilər ki, indi hərənin bir problemi var. Yəqin hansısa bir maddiyyatdan, hansısa bir müəyyən bir gəncliyin bir dövrünü uzatmaq üçün bu gənc zamandır, gənc dövrdür. Mən biraz da gənclik eləyim, subaylıq eləyim, amma əsasən vallahi yenə deyirəm, mənim tanıdıqlarım gənclər var ki, əksəriyyət ailə yanımdakılar da var. Hamısı da ailəlidir, gözəl də, xoşbəxtdirlər, gözəl də ailə sahibidirlər, evlatları da var. Çünki onlar istəyir ki, asudə gəzsinlər, özləri üçün gəzsinlər, dolansınlar. Ona görə də evlad istəmirlər. Bir də ki, hər bir şey çətindir. Evlad saxlamaq, evlada baxmaq çox çətindir. Ona görə istəmirlər. Yəni maddi tərəfin düşür. Maddi tərəfdən, hə, çətindir. Evlad saxlamaq çətindir hal-hazırda, indiki zamanədə. Məsləhət görürəm ki, evlad dünyaya gətirsinlər. Evladsız ailə olmaz. Məncə birinci dərəcədə iqtisadi amillər də önəmlidir, amma ondan daha öncə o ailə dəyərlərinin itməsidir. Yəni insan əvvəl ailə qururdu. Yəni bir insan bir varlıq olaraq, yəni biz bir bioloji varlığıq da, hər kəs öz nəslini artırmaq istəyir. İndi bu quşlara baxsanız, orada görərsiniz quşlar 6-7 dənə quş yığışır bir dənə quşun başına, onu dimdikləyirlər. O bilirsiniz o davranış nədir? O hansı quş ki daha möhkəm dimdik vurur o dişinin başına, o gedir onunla evlənir. Yəni bu nəslini gücləndirmək istəyir. İnsanlar da bundan əvvəl belə bir dəyərləri var idi. Yəni insanların daha insani keyfiyyətlərə üstünlük verirdilər, ailəyə üstünlük verirdilər. İndi ailə demək olar bir dəyər kimin, yəni daha get məsələn azalır da, onun nə deyirlər, rolu azalır. İnsanlar o qədər məşğuldurlar. Məsələn şu 24 saatın əgər tutaq məsələn 5 saat, 6 saat boş vaxtımız varsa, onun çoxunu artıq bizim əlimizdə deyil. O telefonda nə göstərirlər bizi, biz ona baxırıq. Və çox rahatlıqla da bizi yönəldə bilərlər. Və bizi ailə dəyərlərindən nəticə etibarilə uzaqlaşdıra bilərlər.